Bax buradan həmin bu dükan zəbt edib buranı. Çayın üstün bax bu dükan. Bax zəbt edib. Bax buradan. Bax baloto yaranıb buradan. Bax Lukun da ağzı açılıb dacı. Lukun da ağzı açılıb bax. Bax. Bax buradan bax. Bax bu tikib burada. Bax buranı. Bax. Buranı tikib. Bax suya baxın nə tər axıb gəlir. Bax. Bu 6 saylı orta təhsilli məktəbin qabağıdır. Bax bu zavodu da çıxartıb küçəyə. Bax. Çaya bax nə tər axır. Bax. Bax. Bu məktəbin zavodudur bax. Bax burada. Bax. Buna bax. Bütün cəmaatın evinə gedir bu. Bax. Bütün cəmaatın evinə gedir bu. Bax burada da bu ev tikir. Bu ev tikir, bu kimsə bilinmir. Bax. Suya bax. Hələ bir çay gelir buradan. Bax çay gelir. Niyə görə mənim evim batmalıdır suda? Bax. Çay gelir. Bu 6 nömrənin bax divarıdır. Bax bu 6 nömrənin giriş qapısıdır. Bax. Burada bax. Lukun da ağzını açıblar, luk dolu. Luk demək olar ki işləmir. İşləmək səviyyəsində deyil. İşləmək səviyyəsində deyil. Çəkəcəm onu. Dərinliyinə. Bax buradan sel axır. Bax. Baxın. Bilirəm, Allah'ın qəzasıdır. Baxdır. Bu 6 nömrə məktəbin ərazisidir. 6 nömrə şöbkəsi. Buradan ev. Niyə? Stomatolog deyil, nədir tikib burada, bu kimdirsə bilinmir. Kiminsə şotuna, tək qadındır bu. Fikir verin. Villa tikib, sağlamaq üçün. Kimsə nəsə bilmir. Sadəcə yola çıxır, yola pləkan, gül, kimə lazımdır bu? Onun ki, bura çünki yoldur. Əhalinin gedib gəldiyi yoldur. Hər şeydə daraltır. Bu da qonşunun evinin nə qədər yola çıxmağı. İç itdiğindən bu yolda gidib gəlməz. Bax, girdim məhəlləyə. Səsi də özünüz eşitirsiniz ki, hələ bir ki çay içindən keçirəm. Fikir verin. Ama icra başçısı buna baxmır. Vətəndaşların mülkünə, malına maraqlanmayan bir
icra məmurudur. Fikir verin. Fikir verin. Baba. Hələ bundan bətəri gəlir. Dalınca elə bunu. Bura çaydır. Fikir verin. Bax. Şırıltını yəqin ki, kimsə eşitir. Hələ bir ki, mənəm deyən uzun bir 80 metrlik, 100 metrlik çaydan keçirir. İndi fikir verin. Bax, burada generator da var. Allah razı olsun, bunun xətası çox böyükdür. Onu hündürdə qoya bulayım. Fikirləşib qoya bulayım hündürdə. İndi fikir verin. Oradakı hasara baxın. Bir hasar qoyublar ki, buradan ki su kesməsin. Fikir verin. Qonşunun evin su aparır, əməlli başlı su aparır. Bu bir də evi, bu bir də əmlakı, bu bir də mülki su aparır. Evet, içindən gələn suya bax. Baxın. Burada da kanalizasyon. Burada da əməlli başlı birlikli su gedir. Birlikli su gedir məhəllədə. İndi bura diqqət yetirin. Bura bir üstü dolu, o tərəfə bir üstü dolu. Bura məhəllədir. Özü zarafat deyil, cəmaatın zəhmətlə, əziyyətlə tikdiyi, yaşadığı evlərdir. Kasıbçılıqla. İndi fikirləşin. Bu bizim müsəlmançılığa yaraşan bir şeydir. Baxın. 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 Gör nə əziyyət çəkin. Neyin əziyyətindəyim? Millimetrovkana fikir verin. Her şey bildiğimiz çay gelir burada. Bak kanalizasyon yuxuları hamısı açıq. Gözləsi bir şeydir. Məhəllənin suları. Allah belə kanalizasiya sistemində işləyən, fərqləmir harada işləyən hökumətimizi və İlham Əliyevi çöktürən məmurlardır ki, milləti, xalqa bugünə qoyur. O,
danılmayan bir şeydir ki, yəni bu görükmüyor. Heç bir dövlətdə belə bir şey yoxdur. Buna baxın. Su. Bildiyiniz Luşa. Allah bu hökumətdə oturan müəyyən kiçik vəzifədə, prezidentimizdən kiçik vəzifədə olan vəzifələrin Allah bəlasını versin, balalarını öldürsün.